Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təhribat törətmişdir. Qəhrəman Azərbaycan ordusu, xalqımızın əskər zabitləri bu təhribata layiqli cavab vermişdir. Uğurlu əks hücum əməliyyatını keçirərək düşmədən sarsıdıcı zərbələr vurulmuş və Azərbaycan torpağının bir hissəsi, işğalda olan torpaqlarımız işğalçılardan azad edilmişdir. Bugün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altındaydı. Biz bu işğala son qoyduq. Uğurlu əks hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazisi işğalçılardan azad edilmiş, 2000 hektardan çox torpaq azad edilmiş. Minlərlə hektar torpağa bugün Azərbaycan ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks hücum əməliyyatımız əlverişsiz bölgələrdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad eləmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əskər zabitlərimiz olubdur. Mən onlarla görüş zamanı hərbi hospitalda onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi ki, tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq idi. Bu bir də onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əskərlərimiz, zabitlərimiz vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdılar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Güya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməz ordudur? Azərbaycan ordusu yenilməz ordudur. Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Bugün işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Bugün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinglərində Azərbaycan ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi, texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah sursat almışıq, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi və Aprel döyüşlərindən sonra ordumuzun maddi texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamızdadır. Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu yüksəkdir. Biz öz torpağımızdayıq. Bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır. Şuşa da Azərbaycandır. Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdadır.
heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt biz imkan verməyəcək. Aprel döyüşləri onu bir daha sübut etdi. Füzuli rayonunda 1994-cü ilin yanvar ayında uğurlu əməliyyat keçirilmişdir. 22 kənd işğalçılardan azad edilmiştir. Bu böyük tarixi qələbə-dir. Aprel döyüşləri növbəti tarixi qələbədir. Və dünya bir də gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bütün bugün hələ də işğal altında olan torpaqlara qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Lələtəpə əməliyyatı kimi gələcəkdə bir çox uğurlu əməliyyatlar olacaqdır. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar. Ermənistanın siyasi rəhbərliyi nəhayət dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan günü-gündən güclənir, möhkəmlənir. Bizdə güclü potensial var və güclü ordumuz var. Biz ordumuzla fəxr edirik, əskər zabitlərimizlə fəxr edirik. Sizinlə bax burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun. Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcək. Sağ olun.